Salam uşaqlar, mən bugün sizə məxrəcləri müxtəlif olan kəsirlərin ortaq məxrəcə gətirilmə qaydasını izah eləmək istəyirəm. Baxın, bizə burada 2 kəsir verilibdir, 5-də 4 və 4-də 3. Bu kəsirləri mən toplamaq üçün, çıxmaq üçün, müqayisə etmək üçün bu kəsirlərin məxrəclərini bərabərləşdirməliyəm. Yəni, ortaq məxrəcə gətirməliyəm. Kəsirləri ortaq məxrəcə gətirmək, onların ortaq bölündüyü ədədi tapmaqdır. Yəni, əkublarını tapmaqdır. 5 və 4-ü ortaq məxrəcə gətirmək üçün nə edirik? Baxırıq ki, verilən 5 və 4 ədədləri qonşu ədədlərdir. Qonşu ədədlər bilirik ki, qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkubu hər ikisinin bölündüyü ən kiçik ədəd bir-birinin hasilinə bərabərdir. 5 və 4-ün hasili 20-dir. Deməli, 5 və 4 üçün ortaq məxrəc mən 20 yazacağam. Niyə? 20 həmi 5-ə bölünür, həmi 4-ə bölünür. Siz fikirləşə bilərsiniz ki, 40 da həmi 5-ə bölünür, həmi 4-ə bölünür. 80, 100, 60 həmi 5-ə bölünür, həmi 4-ə bölünür. Ancaq mən bunların içindən ən kiçiyi seçirəm. Ortaq məxrəcə bunların ən kiçiyini yazıram. 5 və 4-ün ən kiçik ortaq bölünənini, əkubu. Baxın uşaqlar, 20 bölünəndir, 5 böləndir, 4 qismətdir. Eləcə də 24-ün bölünənidir, 4 20-ni böləndir. Burada alınan 5 qismətdir. Deməli, mən məxrəci 5 olan kəsiri 20 şəklində yazdım. Deyək ki, biz verilən bu kəsirləri toplayırıq. 20 şəklində yazdım, məxrəc 5-i 20 şəklində. Mən məxrəcdəki 5-i 4 dəfə böyütdüm. Məxrəcdəki 5-i 4 dəfə böyütmüşəmsə, surətdəki 4-ü də 4 dəfə böyütməliyəm. Necə yəni? Mən kəsirin əsas xassəsindən bilirəm ki, kəsirin surət və məxrəcini eyni bir ədədə vurduqda və böldükdə kəsirin qiyməti dəyişmir. Mən məxrəcdəki 5-i 4-ə vurmuşamsa, surətdəki ədədi də 4-ə vurmalıyam. Məxrəci nəyə vururamsa, surəti də həmin ədədə vurmalıyam. 5-i 4-ə vurub 20 almışam, surətdə də 4-ü 4-ə vurmalıyam. 4-ü 4 dəfə böyütməliyəm. İndi isə keçirəm digər kəsirə. Baxaq, mən məxrəci 4 olan kəsiri 20 şəklində yazacağam. 20-ni, baxın, 4-ü 5 dəfə böyütdüyümüz zaman 20 alınır. Deməli, mən məxrəci 5 dəfə böyütmüşəm. Məxrəci 5 dəfə böyütmüşəmsə, surəti də 5 dəfə böyütməliyəm. Kəsirin əsas xassəsinə görə kəsirin surət və məxrəcini eyni bir ədədə vururam. 4-ü 5-ə vurub 20 almışam, 3-ü də 5-ə vurub 15 alıb və surətdə yazıram. Mən bu 4-də 3 kəsirinin məxrəcini dəyişdim, 20 yazdım. Surətini də dəyişməliyəm. Məxrəci böyüyübsə, surəti də böyütməliyəm. Məxrəc kiçilibsə, surəti də kiçiltməliyəm ki, kəsirin qiyməti dəyişməsin. Sonra toplama əməlini davam edirik. Məxrəci artıq bərabərdir, toplaya bilərəm. Məxrəci olduğu kimi saxlayıram. Surətləri toplayıram. 16-nın üstünə 15 gəldiyi zaman alıram 31. Bilirik ki, buradan düzgün olmayan kəsir alınır. Bunu bu şəkildə saxlaya bilmirik. Düzgün olmayan kəsiri qarşı ədədə çevirmək üçün surəti 31-i bölürəm 20-yə, alınır 1 tam. Məxrəc olduğu kimi qalır. Qalan qalığı isə 31-i 20-yə böləndə qismətdə 1 düşür. Natamam qisməti tam hissədə yazıram. Qalan qalığı surətdə yazıram. 31-i 20-yə böldüyümüz zaman qalan qalıq 11-dir. İndi mən bu misalı, uşaqlar, digər qayda ilə, eyni kəsirləri digər qayda ilə izah edəcəm. Yəni, yazıram 5-də 4 kəsiri və 4-də 3 kəsiri. Baxaq, 5 və 4-ün, dedim, ortaq məxrəci 20-yə bərabərdir. Mən məxrəcdəki 5-i 20 şəklində yazdım. Bəs surətdə nə yazım? Surətdə nə yazacağımı təyin eləmək üçün 20-ni bölürəm 5-ə, alınır 4 qismətdə. Həmin 4-ü 5-in surətindəki ədədə vururam. Buna tamamlayıcı vuruq deyilir. 4 dəfə 4, 16. Keçirik digər kəsirə. Digər kəsirdə
Məxrəci 4 olan kəsiri mən məxrəci 20 şəklində yazdım. Bəs surətində nə yazım? 20-ni bölürəm 4-ə. Alınır qismətdə 5. 5-i vururam. 4-ün surətindəki 3-ə. Alındı 15. Eyni misallardır. Eyni qaydadır. Sadəcə mən fərqli formalarda deyirəm ki, anlaşılan olsun. Artıq məxrəclər bərabərləşdirdi. Mən ortaq məxrəcə gətirdim. Toplama əməlini yerinə yetirə bilərəm. Məxrəc olduğu kimi qalır. 16-nın üstünə 15 gəlirəm. 31. Bunu bu şəkildə düzgün olmayan kəsir şəklində saxlamırıq. Çeviririk qarışıq ədədə. Bilirik ki, bu kəsir bölmə əməlidir. 31-i 20-yə böləndə natamam qismətdə alınır 1. Məxrəci olduğu kimi saxlayıram. 31-i 20-yə böldüyüm zaman alınan qalığı da bu kəsirin surətində yazıram. İndi digər bir misalla izah eləyək. Deyək ki, bizə 2 kəsir verilibdir. Kəsirlərdən biri olsun 18-də 5, digəri olsun 9-da 7. Mən baxıram ki, verilən bu məxrəclər müqayisə eləmək istəyirəm. Birinin məxrəci 18, digərinin məxrəci 9-dur. Məxrəcləri bərabərləşdirməliyəm müqayisə eləmək üçün və görürəm ki, 18 9-un bölünənidir. Baxın uşaqlar, 18 bölək 9 bərabərdir 2 alınır. 18 burada bölünən 9 böləndir. 9 18-in böləni 18 9-un bölünənidir. Bunun üçün nə edirik? İndi bunları məxrəcləri bərabərləşdirməliyik. Deməli, 18 18-ə də bölünür, 18 9-a da bölünür. Hər bir ədəd özünə bilirik ki, bölünür. Məxrəc 18-i mən olduğu kimi saxlayacağam. 18 18-ə bölünür. Mən bu məxrəci də 18 şəklində yazacağam. 9-da 7 kəsirinin məxrəcini də 18 şəklində yazacağam. 18 yazdım. Bunun məxrəcini, baxın bu verilən bu birinci kəsirin məxrəcini dəyişmədim. 18. Əgər məxrəci dəyişmirəmsə, surəti də dəyişmirəm. Və yaxud bu şəkildə düşünə bilərəm. 18-i 18-ə böləndə qismətdə alındı 1. 1-i 18-in surətindəki 5-ə vururam. Bir dəfə 5, 5-in özü alınır. Keçirik digər kəsirə. 9, məxrəci 9 olan kəsiri məxrəci 18 şəklində yazıram. Bəs surətdə nə yazım? 18-i bölürəm 9-a, alınır qismətdə 2. Həmin 2-ni 9-un surətindəki 7-yə vururam. 2 dəfə 7, 14. Artıq məxrəclər bərabərləşdirdi. Müqayisəni yerinə yetirə bilərəm. Bilirəm ki, məxrəcləri bərabər olan 2 kəsirdən surəti böyük olan kəsir böyükdür. Digər bir misal üzərində də izah eləyək. Yaza bilərəm ki, burada 8-də 3 üstə gələk olsun 8-də 3 və 20-də 11 kəsirləri olsun. İndi toplamaq üçün 8 və 23-ün ortaq məxrəc fikirləşirik ki, hansıdır? Həm 8-ə bölünsün, həm 20-yə bölünsün. Uşaqlar, bu zaman əkobunu tapırıq. Biz 8 və 20-nin əkobunu da tapa bilərik kənarda və bu şəkildə düşünə bilərik. Məxrəci, baxın, verilən 2 kəsir var, hər birinin məxrəci var. Məxrəci böyük olan ədədi 2 dəfə artırın. Görün ki, alınan hasil, məsəl üçün 20-ni vururam 2-yə. Alınan hasil 40-dır. 40 20-yə bölünəcəkdir. Əgər mən 20-ni 2-yə vurub 40 almışamsa, bu 40 mütləq 20-yə bölünəcək. Alınan bu hasil 40 digər kəsirin də məxrəcinə bölünürmü? Görürəm ki, bölünür. 48-ə bölünür, 5 düşür. Əgər bölünməsəydi, baxın, bu 20-ni 3-ə vurardınız. Bölünməsəydi 4-ə vurardınız. Bu şəkildə irəliləyəcəydiniz. Yox, əgər baxıram ki, kəsirlərin məxrəclərin ortaq böləni yoxdursa, onda bir-birinin hasili də ortaq məxrəc. 20 və 8 üçün ortaq məxrəc 40-dır. Necə anladım? 20-ni görürəm 20 8-ə bölünmür. Bu zaman 20-ni 2 dəfə artırıram, 2-yə vururam. 40. 40 digər məxrəcdəki ədədə bölünür? Bəli, bölünür. Bunun üçün
Mən 40-ı ortaq məxrəc seçirəm. Eyni rəngləri istifadə etmədim. Baxın, 8-i yazıram məxrəci 40 şəklində. Baxın, bu kəsiri, bu 8-də 3 kəsirini məxrəci 40 şəklində yazmışam. Baxın, bu 8-də 3 kəsirinin dəyişim formasıdır. Görürəm ki, 40-ı 8-ə böləndə alınır 5. Həmin 5-i 8-in surətindəki ədədə vururam. Hasili 3 dəfə 5, 15. 40-ın surətində yazıram. Bir də təkrarlayıram. Məxrəci 8 olan kəsiri məxrəci 40 şəklində yazdım. Bəs surətdə nə yazım? Bunun üçün 40-ı 8-ə bölürəm. Alınan hasili 8-in surətindəki ədədə vurub, hasili surətdə yazıram. 40-ı 8-ə böldüm 5, 5-i 8-in surətindəki 3-ə vurdum 15, 15-i surətdə yazdım. Üstə gələk, indi keçirəm digər kəsiri. Məxrəci 20 olan kəsiri 40 şəklində yazıram. Bəs surətdə nə yazım? 40-ı bölürəm 20-yə, qismət 2 edir cavab. Cavabı 20-nin surətindəki 11-ə vururam. 2 dəfə 11 etdi 22. Bərabərdir. Məxrəclər bərabər olduğuna görə toplaya bilərəm. Məxrəc olduğu kimi saxlayıram. 15-in üstünə 22 gəldiyim zaman alınır 37. Bu qədər uşaqlar, sağ olun.